Sabunçu rayonu Zabrat Maçdağa şosesində yaranan acınacaqlı vəziyyət ilə bağlı redaksiyamıza bir neçə vətəndaşlar tərəfindən video görüntü təqdim edilmişdir. Video görüntüdə sözü gedən ərazidə su borusunun partlaması nəticəsində nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yol bərbad vəziyyətə düşmüşdür. Vətəndaşların verdiyi məlumata görə bu acınacaqlı vəziyyət 15 gündən artıqdır ki, davam edir və aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməmişdir.